Qaçırıq bu yolları. Körpə balalarımızın qarnına qucağımıza basıb ölməmək üçün bir təhər bir yana çatırmağa o günlərici biz heç vaxt unuda bilmirik. Aşağıdan Gəncə qapısı tərəfdən mən çıxmışam İrəvan qapısına, çıxıb getmişəm artıq. Yəni tanka qarşı ruslar deyir protiv Roma, net Roma. Biz bir dəfəlik getmək niyyəti ilə çıxmadıq. Bizə dedilər ki, gedib bir neçə vaxtdan sonra biz qayıdacağıq. Xoş gəlmisiniz əvvəla. Buyurun. Başlayaq tanış olmağa. Birincisi, mən istəyərdim sizi bayraqla tanış edelim. Çünki ən müqəddəs əşya mı deyim, varlıq mı deyim, bu bayraqdır. 8 may 1992-ci ildə Şuşanın işğalı zamanı Şuşadakı bayraqdır. Götürüb qatlamışam belə və bir neçə yerə qatlayıb burada qoynuma qoymuşam. Mən onda hərbi formadaydım. Yəni gətirmişəm və bu 28 il yarım ərzində burada saxlamışam. Misal üçün, bax, mənim yadımdadır. 7 maydan 8 may keçən gecə, 92-ci ildə, gecə saat 1:20 dəqiqədə artilleriya hücumu başladı. Balaca şəhər, üç tərəfdən tank, top, mərmilər yağış kimi yağır. Orada bombalanmadan xeyli adam öldü, yaralananlar öldü filan. Mən Şuşadan çıxmışam, erməni tanklarının birinci tankı Şuşa daxil olduğunu görüb mən çıxmışam. Yəni tanka qarşı ruslar deyir protiv Roma, net Roma. İnanırdım. Amma bir həyəcan yenə də var idi ki, hansısa beynəlxalq qüvvələr, tutaq ki, böyük dövlətlər, xüsusilə də Rusiya və ya ABŞ müdaxilə edə bilər və Şuşada olmamış atəşkəs ola bilər. Hər gün elan olunurdu ki, Xocalan azad oldu filan, kənd azad edildi. Şuşaya çatana kadar biz bilirdik. Senden ötürü can vermeye cümle hazırız. Senden ötürü kan tökmeye cümle kadiriz. Ali Baş Komandanımız necə dedi bir qədər əvvəl? Şuşa, azadsan, azadsan Şuşa, biz sənə gəlirik. Ağlama. Səhərsi günü, noyabrın 9-u getdim Şuşa İcra Hakimiyyətinə ərizə yazdım ki, mən qayıtmağa hazıram, mən köçürüm. Başladılar gülməyə. İcra başçısınız, orada cəmaat hamısı. Yəni bir qoy görə hələ bina var orada, nəm filan da belə.
Bura bizim mətbəximizdir. Burada yeməyimizi hazırlayıb, uşaqlarımızı burada oturub, burada yeməklərini yedizdirirmişəm. Bura bizim qonaq otağımızdır. Pasportu 7 şəhid oldu, pasportu da qalıbdı. Bu ölüm kağızıdır, şəhidlik. Şəhid olmağı barədə. Bu qızımındır, ali təhsil diplomudur. Bu da oğlumundur. Mənə özü demişdi ki, mən şəhid olacağam. Mən şəhid olandan sonra mənim balalarımı böyüdərsən. Belə uşaqlar idi. Biri 1 yaşındadır, biri 3 yaşındadır. Kəlbəcər şəklimiz yoxdur. Ancaq bizə qalan bu xatirə oldu. Burada 30 ildir ki, yorğan, döşək balalarım üçün hamısını təzədən almışıq. Gəbədir, yorğandır, döşəkdir. Buraları da neçə dəfə remont elətdiririk, amma bina yararsız vəziyyətdədir, deyin qayıdıb. Amma çox şükür ki, şəhidlərimizin ruhu şad olsun ki, biz gedib öz yerimizdə bugündən belə orada xoşbəxt yaşayacağıq. Hansı ki bir məclisdəmi, bir yerdəmi oturanda, duranda arzu edirdik ki, o gün olsun ki, gələn dəfə öz elə boğumuzda görüşək. Həqiqətən də elə bil ki, sanki arzularımız Çin oldu. Mən əvvəl kənddən çıxanda bağçada işləyirdim, təsərrüfat. Yenə də qayıtmışam, yenə də bağçada işləyirəm. Dəfə ki, hansı ki dedilər, torpaqlarımız alınır, qayıdacağıq. Mən o günün tezdən durdum, bütün əşyalarımızı topladım. Dedim, hansı gün desələr ki, gedirik, birinci mən gedəcəm. Elə hansı gündə birinci köçünə də gəlmişik biz. ilin oktyabr ayı. Biz məcburiyyət qarşısında bizim bir çıxış yolumuz Arazdan keçmək, İrana keçmək idi. İrandan keçib öz Azərbaycana getdik biz orada. Şoxludur kənd. Biz kəndin bizim kənd deyildi ki. Bütün kəndlərdən hamısı yığışmışdı. Biz bir dəfəlik getmək niyyəti ilə çıxmırdıq. Bizə dedilər ki, gedib bir neçə vaxtdan sonra biz qayıdacağıq. Ondan sonra biz bura gələndə vallahi adamın ürəyi parça-parça olur. Biz əvvəllər buradan gedəndə ev, eşik, hamının evi, bağı, bağatı cənnət kimi idi. Elə ki, oradan bəri gəlirsən ki, ilahi, belə yanı vəhşilik olar. Evləri bir-bir söküb dağıdıbdılar. Bu illərin yadigarıdır. Bu mənim gəncliyimin, xoşbəxt günlərimin, xoşbəxt anlarımın xatirəsidir. Dərdsiz, qəmsiz, kədərsiz, ən sevincli günlərimin xatirəsidir. Məndən xoşbəxt heç kəs yoxdur. 19 yoxdur. Hə, ilk dəfə mən giymişəm qırmızı paltar. Yoldaşım rəhməti dedi ki, biz fərqlənməliyik hamıdan, kəndə hamıdan fərqlənməliyik. Torpaq həsrətində insanıdır ki, onun kimi bəlkə də elmi obasına bağladığı yoxdur. Biz də əvvəl özünü müdafiə batalıyonunda döyüşçü olurkən, özünü müdafiəsində döyüşçü olurdu. Həyat qismət olmadı. Kəş o da burada olsaydı, tayda gözəl olardı hər şey. Burada kurtardı. Hı?
Dil eləmə, yox. Mən söyləyeyim də sana. Nə şeydir, dayan bir də. Bu çox qədim bir əşyadır. Mənim müzeyimin ən yaxşı eksponatlarından biridir. Biraz o tərəfə get. Bunu keçmişdə belə tuturdular, bax. Bunu ayrıca qoy bunu. Biz hamımız gedirik, ailəlicə gedirik. Sadəcə olaraq böyük oğlum hazırda silahlı qüvvələri sıralarında hərbi xidmətdədir. Ona görə onun qayıtmağı 1-2 ay ləngiyir. Şuşadan çıxanda mənim 28 yaş yarım idi. 57 yaşım tamamına 6 ay qalmış. Yəni heç vaxt bir gündə olsun mən inan bitirməmişəm ki, biz Şuşaya qayıtmaya bilərik. Bu günü gözləyirdim. Sizden de siz. Polis polkovnikine baktım. Akşamınız selamat kalın. Sağ olun, eşk olsun. Allah koysa bize konak çalarsın. Bir dənə qarı qocaları, körpə uşaqları, mən də bu yolu qucağımda 1 yaşında qızım. Oğlum da 93 il təvəllüddür, 3 yaşında. Xaraba evine kurban oğlum ay baba. Hamısını özüm ellerimle neymişim. Bak bütün bu boyda hamısı bizim evlerimiziydi. Hamısı bizim torpağımızıydı. Bu da anamın emsi gülündü. Bu tarafta babam gülündü. Hiç hamısını gör 30 ildir bu boyda bağımız, bahçamız. Gör neyniyifler kurban oğlum ay baba. Bura bizim atamızın evidir. Bu evdə 3 bacı, 3 qardaş, 6 uşaq olmuşuq. Ata, ana, nənəmiz, babamız. Biz çox xoşbəxt günlərimiz keçib bu evdə. Evlərimizin atam ən gözəl, indi o evimizə oxşamır. Yəni tanıyanlar hamısı bilirlər. Bu Qamışda Aşıq Gərayın evidir.
Üzüm yemək istəyirsiniz? Görürsünüz değil mi? Bakın. Ne kadar var. Bura qulluq olmayıb da. Gərək təmizləyəsən, doğrayasan, budayasan. Qalxa qəşəng. Üzüm salxımı mütləq günəş görməlidir ki, dadlansın, şirələnsin. Bizim də var idi. İşğala qədər, 1992-ci ilin 8 mayına qədər bizim evimiz buradaydı. Bax, buradan başlayır, buradan. Buradan hasar gedir ora qədər. Bu məscid, yuxarı Gövhər ağa məscididir. Çox təəssüf ki, işğaldan sonra bu bir müddət sonra bu evi dağıdıblar. Bu həyətdə bir neçə ailə yaşayırdı. Bu ailələrin bir çoxu indi köçüb gəlib Şuşada yaşayırlar hal-hazırda. Onlara hökumət başqa ev verib. Bu məscid Şuşanın bayaq qeyd etdiyi kimi əsas simvollarından biridir. Bu məscid deməli 150 ildən bir qədər artıq tarixi var. 1883-cü ildə sonuncu 4-cü dəfə inşa edilib. Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə Şuşa işğal edilən zaman bax bu məscidi də əvvəlcə tamamilə dağıtıb, minarələrin başını partladıb uçurtmuşdular. Məscidin üzərindəki bütün yazıları silmişdilər, güllələmişdilər erməni işğalçıları və 2000-ci illərin əvvəlində hətta ermənilər necə deyərlər, hardan ağıllarına gəlmişdisə, bu məscidi güya təmir edərək İran-Fars məscidi kimi dünya ictimaiyyətinə təqdim etmək istəyirdilər. Dünyada Fars məscidi, Ərəb məscidi, Azərbaycanlı məscidi, Türk məscidi olmur. Məscid İslam məscididir. İslam dininin ibadət olunduğu yerdir. Sizə şəxsən özüm qulluq edirəm. Mən 30 avqust 1998-ci ilin avqust ayında Şuşaya gəlmişdim, bura səfərə gəlmişəm, jurnalistlərin tərkibində. O zaman mən erməni həmkarlarımla söhbət zamanında demişdim ki, biraz aramızda mübahisə yaranmışdı. Onlar təkid edirdilər ki, reallıqlarla barışmaq lazımdır, bizə deyirdilər. Mən də onda deyirdim ki, biz Qarabağa qayıdacağıq, hətta burada toy eləyəcəyik. Əgər adam olsanız, siz də toya dəvət edərik. Onlar da mənə belə baxırdılar ki, bunu mən belə bir lağlağı kimi deyirəm də, yəni zarafatla deyirəm. Öpürəm səni, çox sağ ol, çox sağ ol. Ancaq mən sadəcə olaraq sevinirəm ki, toyumuz Azad Qarabağda olur, ilk toydur. Sentyabrın 27-sində 2020-ci ildə müharibə başlayanda 28 il 6 ay tamam olurdu ki, Şuşa işğal olunmuş. Yuvarlaqlaşdırsaq 30 il, bu 30 il ərzində biz hər gün buna doğru getmişik. Thank you.